Deyirəm, bəzi müğənnilərin yanında köməkçilər görürəm. Müğənni onunla dalaşır, döyüşür, ağzına da gələn deyir, dur orada durur, dur qapının dalında durur, onu gətir, bunu gətir, 15 dəfə maşına göndərir, bir dəfə of demir. Deyirəm, nə yaxşı dözür görəsən buna. Mən də köməkçi götürüm, məsələn, qadan alım, baş qadınım, xahiş edirəm. Bunu eləyərsən mənim üçün. Bax, Allah and olsun. İndi mənlə işləyən qız Leyladır da, yığıb soruşa bilərsiniz kimsə tanıyanlar. Hamı ilə belə pişiyim danışıram da. Bir dəfə birinə məsəl üçün mən belə sifət eləsəm, o dəqiqə küsüb gedər. Məndə də o şey yoxdur. Gedəni yalvarım, geri qaytarım. Bu cəmaatda nə şans var? Bax, o qızlar var ha, qız da istəmirəm, yox. Oğlan uşaqları da, yəni işləməyə var da, tələbələr, zadlar, qabiliyyətli. Pula ehtiyacı olan uşaqlar var da. Baxırsan ki, pula ehtiyacı olan da gələndə, biraz özünə yer eləyəndə artıq başına çıxır. Bax, elə bir fərasətli, qabiliyyətli oğlan uşaqları, cavan balalarımız yaşda belə gəlib işi görsün, qulluğumuzda dursun, diskdir, mahnıdır, nə bilim, lazım gəlsə çəkilişdir, eləsin, çıxsın, geçsin. Kimdə ona nə deyən? Tanıyırsınız belə birini? Tanıyırsınızsa, elə azan tezən yox ha, ağlı üstündə, istifadəsi yox. Tanıyan olsa, onun koordinatlarını mənə versin.